Xiyar xüsusilə yay aylarında ən çox istifadə olunan tərəvəzlərdən biridir. Təzə, sərinlədici və yüngül olması səbəbilə bir çox insanın gündəlik qidalanmasında yer alır. Tərkibində su, vitaminlər və faydalı maddələr olduğu üçün sağlam qida hesab olunur. Amma hər nə qədər faydalı olsa da, xiyar hər kəs üçün uyğun deyil. Bu videoda sizə xiyar yemək kimlərə olmaz, hansı hallarda zərərli ola bilər və kimlərin bu tərəvəzdən uzaq durmalı olduğunu ətraflı şəkildə izah edəcəm. Odur ki, videonu sona qədər dinləməyi, bəyənməyi və kanala abunə olub bildiriş butonunu aktiv etməyi unutmayın. İlk olaraq mədə həssaslığı olan insanlardan başlayaq. Xiyarın tərkibində lif və bəzi maddələr var ki, bunlar bəzi insanlarda mədədə şişkinlik, qaz və narahatlıq yarada bilər. Xüsusilə həzm sistemi zəif olan insanlar xiyarı çox miqdarda yeməməlidir. İkinci olaraq aşağı təzyiqdən əziyyət çəkən insanlar diqqətli olmalıdır. Xiyar orqanizmdə su miqdarını artırır və yüngül sidik qovucu təsirə malikdir. Bu isə bəzi hallarda təzyiqin daha da aşağı düşməsinə səbəb ola bilər. Üçüncü olaraq böyrək problemi olan insanlar xiyar istehlakını nəzarətdə saxlamalıdır. Xiyar çox su tərkibli olsa da, həddindən artıq istifadə böyrəklərə əlavə yük sala bilər. Xüsusilə böyrək funksiyası zəif olan insanlar bu mövzuda ehtiyatlı olmalıdır. Dördüncü olaraq allergiyası olan bəzi insanlar üçün xiyar uyğun olmaya bilər. Nadir hallarda olsa da, xiyar allergik reaksiyalara səbəb ola bilər. Bu zaman qaşınma, səpki, dodaqlarda şişkinlik və ya digər narahatlıqlar yarana bilər. Beşinci olaraq tez-tez şişkinlik və qaz problemi yaşayan insanlar xiyar yeməkdə ehtiyatlı olmalıdır. Xiyar bəzi insanlarda bağırsaqlarda fermentasiya prosesini artıraraq qaz və narahatlıq yarada bilər. Altıncı olaraq qalxana bənzər vəz problemi olan insanlar da diqqətli olmalıdır. Xiyarın tərkibində olan bəzi maddələr qalxana bənzər vəzin fəaliyyətinə təsir göstərə bilər. Bu səbəbdən belə xəstəliklərdə həkim məsləhəti ilə istifadə olunmalıdır. Yeddinci olaraq əməliyyatdan sonra bərpa dövründə olan insanlar xiyarı çox yeməməlidir. Çünki həzm sistemi həssas olur və xiyar bəzi hallarda narahatlıq yarada bilər. 8-ci olaraq, gec saatlarda xiyar yemək bəzi insanlar üçün uyğun deyil. Xiyar çox su tərkibli olduğu üçün gecə tez-tez oyanmağa səbəb ola bilər və yuxu keyfiyyətini poza bilər. 9-cu olaraq, soyuq dəyməyə meyilli olan insanlar da xiyarı həddindən artıq istifadə etməməlidir. Xiyar sərinlədici təsirə malikdir və bu bəzi hallarda orqanizmi zəiflədə bilər. Ümumilikdə isə qeyd etmək lazımdır ki, xiyar çox faydalı və sağlam tərəvəzdir. Amma hər qida kimi onu da düzgün və ölçülü şəkildə istifadə etmək lazımdır. Həddindən artıq istifadə bəzən gözlənilməyən problemlərə səbəb ola bilər. Əgər sizdə hər hansı bir xroniki xəstəlik varsa və ya xiyar yedikdən sonra narahatlıq hiss edirsinizsə, mütləq həkimlə məsləhətləşin. Unutmayın, sağlam həyat düzgün seçimlərdən başlayır. Hansı qidanın sizə uyğun olduğunu bilmək ən az faydalı qidaları tanımaq qədər vacibdir. Əgər bu video sizin üçün faydalı oldusa, videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Daha çox faydalı məlumat üçün bizi izləməyə davam edin. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.